Haradır? Əvəl bax gün indi başlayıb mənim qanımı qaraltma, mənə problem yaratma. Ana, mən nə edirəm? Nə edirəm nə də? Keçən dəfə sənə görə mən 30 manatlıq güldana 10.000 pul xərclədim. Anam, gəl o sözün arxasını biraz düzəldək. Aramızda qanqaratlıq olmasın. O pulu sən yox, dayım xərcləyib. Sənin var belə dayısıymış. Salam əleykum mənim. Aleyküm salam. Buyurun. Okeandan gəlmişdi mən. Ne oldu? Şimal buzlar. Dinamik Okean su filtri şirkətindən mən su filtri sifariş eləmişdiniz, onu quraşdırmağa gəlmişdim. Biz su filtri sipariş verməmişik axı. Səray müəllim, buradan sifariş olunur axı. Bəlkə eviyyəsiz sipariş vereyim. Siz kimsiniz? Ayo, mən oğruyam. Nə? Oğru, bu dəqiqə yüzü sıyıqıram indi. Zarafat eləmək, mən badanağıyam eviyyəsinin. Gözlük eləyər. Su filtri sən sipariş vermişsən? Bəs. Birincisi, belə bir adama görə sənin ağzını tutduğuma görə üzr istəyirəm. İkincisi də ki, o 102-dir, gələn dəfə düz yığ. Ayda. Nə filtri? Okean su filtri xan. Mən filtr sifariş eləməmişəm. Bəlkə eviyyəsi sifariş eləyib. Xanım, siz də evliyəsinin bacanağısınız. Yox, mən balçısıyam. Bu xanedanın yiyəsi var, yoxsa yoxdur? Salam Mələkə, xoş gördük. Hardan gəlmişsiniz? Okeandan gəlmişdi yəni. Şimali Bozda Ay mənim qurban eləmədən, onu bir dəfə eləyiblər də, istəyir baş vurdum. Mətbəx hardadır? Söndür o telefonu, görsən iş görəm əlimdə. Ana, mənim telefonumda. Onda dəymə, əl vurma. Malik borc. Borca görə zəng eləyib. Dəymə cəmatın telefonuna əl vurma. Dayın indi mən bunun ağzını payın verəcəm. Alo, nədən nə yıxımsan borca görə? Kişiyə borcu olar da. Qapıma gəlsən, qapıma nöş gəlsən. Söndürməsə özüm yığacam. Sən neyinsən? Mənim telefonum idi o. Narahat olma, özüm açdım ağzını payın verdim. Kimin? Deyir Malik də borcda olduğun. Telefona yazmışsan Malik borc. Zəng eləyir qapıya gələn. Deyirəm mən niyə qapıya gəlsən? Kişiyə borcu olar da. Söndürdüm. Ay bala, sən neyinəmsən? Mənim ona yox, onun mənə borcu var idi. Neçə ildir mən onun dalınca düşmüşəm ki, pulu alım. Ala bilmirəm. Sən mənim telefonuma niyə baxırsan axı? Ağsaqqal, nə qışqırsan uşağın üstünə? Puldan ötürü adam uşağın üstünə qışqırar, onun atası ölməyib. Nə qədər pul tutsan mən verirəm. 13 mindir. Düz deyir də Ağsaqqal. Niyə cəmatın telefonuna cavab verirsən sən? Sənin telefonundur o. Üzr istəyirəm Ağsaqqal. Bir dənə yığ denən ki, uşaq bilməyib, qərəz edib telefona cavab verir. Bu nömrəyə zəng çatmır. De, zəng atma. Mən bunu indi haradan tapım? Ben bilmirəm mən. Gelin Maliki tapın gətirin. Ya da mənim pulumu gətirin. Ağsaqqal, sizə qurban olum. Biz onun bir dənə adım bilirik. Onu hardan tapaq biz? Sən onu zəngə cavab verəndə gərək fikirləşərdi. Sənin nəyvə lazımdır, bax, cəmatın telefonuna cavab verirsən. İlqar, salam. İlqar, İmişlidəsən. Bakıdasan. İlqar, Maliki tanımırsan. O 13 min borcu olan Malik. Nə olub? Gəlib danışaram da. Mən telefonda nə danışım sən? Hardasan? Təcili Maliki tapmaq lazımdır, İlqar. Şeydə o möhtəşəm mötəbər ofisdə. Gəlirəm. Gəldim. Bu da gündə bir dənə yer dəyişir, ofisim var, bu nə yerdir? Ay, İlqar, nəsəsən? Sağ ol qardaşım, xoş gəlmişsən. Hoş gəldik. Sən öpəcəm. Demişəm, dur salacam altımı öpəcəm sənə. Necə sənə qardaşım, nə var? Sağ ol, mən çətin, mən Maliki tapmadım. Sən həmişə problemin olanda gəlirsən mənim yanıma. Belə zəng vurmazsan ki, yerdə çay içəmədik. Neysə, yer baxa. Deməli, sənin üçün qardaşım, ölkədə 41 min Malik var, onları tapmışam sənin üçün. Amma ki, bunların da yaşı 18-dən çoxdur ya, deyim biləsən. Sən hansı Malik lazımdır? Can, başıva dönərəm. Mən 13 min borcu olan Malik lazımdır. Qardaşım, belə əlimdə hər cürə Malik var. Bunlar 18 yaşına kimidir, 18 yaşdan aşağı da var. Burası ki, səbirli ol, 4-5 günə xaricdən vurum, bir də yaxşı Malik verim sənə. Amma belə qonşum var, məsləhətdir, verəcəm onu sənə, bütün gün ustalarda qalacaqsan. Ayılqar, mən görürəm ki, biz Maliki belə tapanmayacaq. Gəl Lusi, biz 13 min pullardan tapa bilərik. Bax, gördün, gəldim mən deyənə. Sənin üçün qardaşın tapar 13 min, problem yoxdur. Aparım. Qardaşın, kişi sənə ağlamasan. Qardaşın tapacaq səncə. Amma bir dənə şey var da.
13 min tapdım sənin üçün. Amma 20 min qaytarmalıyıq bir ay içində. Allah 25. 20 min qaytarırıq. 25 min? Yox, 25 deyil, 25 yaşı olan malik. O bilmir nədən gedir söhbət. 20 min qaytararıq bir ay. Hə, yaxşı, yaxşı. Bir dənə Naziyə deyəcəm, çay verəcəksə, bir dənə mən telefonla danışım gəlim, yaxşı. Ya sana çay zadla. Ay Naziyə, bir dənə çay ver bunlara. Lazımdır, burada çay içərlər. Bunun adını yazmışdım, böyük qardaş. Hə, salam müəllim, necəsən? Sağ ol, yaxşı olasan. Mənəm İlqar İmişlidən. Tanıdın? Hə, can, başva dənərə. Ay müəllim, sənə bir işim düşüb. Biz yaxın adamımız var. Hə, ona 13 min pul lazımdır. Amma ki, böyle qalan ay 1000 manat dirisi. Qoyuram üstünə 14 min qaytarıram sənə. Hə ya, anası hə, yaxşı. Sənə qurban olaram, yaxşı, gəlirəm. Ya da yollayıram da yanına. Yollayıram gəlsinlər. Can, başla deməm, çox sağ ol. Ay Orxan. Nə idi müəllimin adı? Əmə nə bilim adı nədir ki? Onsuz da bunlar hamısı müəllimdir də. Gəl, Gəlmək var mı? gəl. Salam əleykum. Salam. Uyğarın atıfşat olan adamlar sizsiniz. Bəli müəllim, sizə qurban olaram. Ölərəm ağzının altına mənim. Bir dəqiqə dayan, uzatma. Şərtləri bilirsiniz də. Bəli. Al pulu, əsəbiyəm. Ay müəllim, sizin pulunuz, paranız da var. Niyə əsəbisiz? Elə pula görə əsəbiyəmdir. Bir nəfər var, gedirəm onun ağzını cırmağa. Oldu müəllim, sağ olun. Əbəfəs, bax, ağzı açıb bir kəlmə söz danışmırsan. Gir içəri, pul verir, çıxırır. Bax, mənə artıq problem lazımdır. Salam. Ay müəllim, qulum, siz nə edirsiniz burada? Mən Qasım müəllimin yanına gəlmişəm. Siz nə edirsiniz burada? Biz də Qasım müəllimin yanına gəlmişik. Və siz məndən bəs borca pul istədiniz. İlqar dedi ki, anası xəstədir. Nə işiniz var burada? Başa düşmədim. Ay müəllim, indi yana qalar. Qasım, aramızda nə olub? Qaldı keçmişdə. Borcumu gətirmişəm, verəcəm sənə. Mənə prosta o telefonda kişili dərsi keçən kiminsə mənə o lazımdır. Onun ağzını cıracam. Ay mənim qurumum, o ağız cıracam deyildi, o bu məsələdə idi. Hə, elə bu söhbətli idi, bəli. Olmaz ki, onun ağzını cırmayaq, köynəyin şalvarın zadını cıraq yola salaq. Yox, o mənə telefonda çox sözlər dedi, mənə təsir elədi. Onun ağzı mütləq cırılmalıdır. Mənim onda sizdən 13 min götürmüşdüm, mən 10 minin qaytarım, 3 minə də bunun ağzını titirərəm də. 3 minə düzələr də yəqin. Baxmaz bu.